Salam, hər vaxtınız xeyir olsun. Bu videoda Azərbaycanın fiziki coğrafi mövqeyi, relyefi, geoloji quruluşu və faydalı qazıntıları haqqında məlumat verəcəyik. İlk əvvəl baxaq Azərbaycanın yerləşməsinə. Azərbaycan Avrasiya materikində, Asiya ilə Avropa qitələrinin sərhədində yerləşir, Qafqaz regionunda yerləşir. Azərbaycan quruda 5 dövlətlə həmsərhəddir. Şimaldan Rusiya, şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən kiçik bir ərazidə Türkiyə, cənubdan isə İranla həmsərhəddir. Sərhədlərinin uzunluğuna görə ən uzun sərhəd Ermənistanla olan sərhəddimizdir. 1007 kilometr. Çoxdan aza düşsək, ən uzun sərhəd 1007 kilometr Ermənistan. Sonra gəlir 765 kilometr İran, 471 Gürcüstan, 391 kilometr Rusiya. Ən kiçik sərhədimiz cənub-qərbdən Türkiyə ilə həmsərhədik 15 kilometr. Şərqdən Xəzər dənizi ilə əhatələnir Azərbaycan. Ümumi Xəzər sahillərinin uzunluğu 825 kilometrdir. Burada qonşu ölkələrlə olan relyef vahidləri verilib. Baxın, Türkiyə ilə yalnızca Araz çayı vasitəsilə həmsərhədik. Rusiya ilə Samur çayı, Sudur silsiləsi, Bazardüzü zirvəsi, Başqafqaz silsiləsi ilə həmsərhəddik. Bu relyef vahidləri Azərbaycan-Rusiya sərhədində yerləşir. Gürcüstanla sərhəddə olan relyef vahidləri Mazım çay, Qanıq və Qabırlı çayları, Ceyrançöl və Candargöl olmaqla bu relyef vahidlərindən ibarətdir Gürcüstan sərhədimiz. İran sərhəddi Araz çayı, Muğan düzü, Bolqar çay, Talış dağları, bir də Astara çay. Baxın, cənub hissədən Astara çayla həmsərhədik. Burada Talış dağları, Araz çayı, Muğan düzü, burada da Bolqar çayla İran sərhəddi uzanır. Sonra Ermənistanla olan sərhədlərimiz Murquz silsiləsi, Şahdağ silsiləsi, Şərqi Gölçə silsiləsi, Qarabağ yaylası, Zəngəzur silsiləsi və Dərəlyaz silsiləsindən ibarətdir. Yaxınlaşdırıb baxsaq, baxın burada Şahdağ silsiləsi Azərbaycan-Ermənistan sərhəddi, Şərqi Göyçə silsiləsi, Qarabağ vulkanik yaylası, burada kiçik bir ərazidə Yazı yaylası yerləşir, Zəngəzur silsiləsi və Dərəlyaz silsiləsi Azərbaycan-Ermənistan sərhədində yerləşən relyef vahidləri bunlardır. Gürcüstan sərhəddinə baxırıq. Mazım çayı, baxın, Balakən rayon ərazisində, burada Qanıq çayı, Qabırlı çayı, Ceyrançöl və sərhəddə olan Kürün axmazı sayılan Candargöl Azərbaycan-Gürcüstan sərhədində yerləşir. Rusiya ilə həmsərhəddik. Baş su ayrıcı silsilə, baxın burada, Bazardüzü zirvəsi, Sudur silsiləsi və Samur çay Azərbaycan-Rusiya sərhədində yerləşən relyef vahidlərdir. Türkiyə ilə sərhədimiz yalnız Araz çayı üzərində yerləşən Dostluq körpüsü ilə keçir. Şərqdə də dediyim kimi Xəzər dənizi ilə əhatələnmişik 825 kilometr. Azərbaycan relyef vahidlərinə görə kəskin seçilir Böyük Qafqaz, Kiçik Qafqaz, Talış dağları, Kür-Araz ovalığı və Araz boyu düzənliklərdən ibarətdir. Başlayırıq Böyük Qafqaz dağlarından. Böyük Qafqaz dağları Rusiya ərazisində Taman yarımadasından başlayır. Abşeron yarımadasına qədər 1500 km məsafədə uzanır, şimal-qərbdən cənub-şərqə doğru. Azərbaycan ərazisində bitmir. Sualtı tirələr vasitəsilə Türkmənistan sahillərinə qədər Böyük Qafqaz dağları uzanır. Azərbaycan ərazisində Böyük Qafqaz dağları Tinov-Rossa zirvəsindən başlayır. Burada yaxınlaşdırıb baxsaq, baxın burada Tinov-Rossa zirvəsi burada verilib. Həmən zirvədən başlayır və cənub-şərqə doğru uzanaraq Xəzər sahillərinə qədər uzanır. Böyük Qafqaz dağları. Böyük Qafqaz dağlarında Başqafqaz silsiləsi əsas yer tutur. Böyük Qafqaz dağları Baba dağa qədər 3629 metrə qədər kəskin parçalanmışdır və daha hündürdür. Ən yüksək zirvəsi Bazardüzü zirvəsi də Başqafqaz silsiləsində yerləşir Qusar rayonunun ərazisində. Baba dağdan cənub-şərqə doğru silsilə tədricən alçalır və Xəzər sahillərində -27 metrə qədər alçalır. Burada Cümhuriyyət zirvəsi verilib Qusar rayonunun ərazisində 3740 metr.
Bu maraqlıdır bölməsində baxın Bazardüzü zirvəsi haqqında məlumat verilib. Azərbaycan-Rusiya sərhədində Qusar rayonunun ərazisində yerləşir. Koordinatları 41 şimal enliyi, 47 şərq uzunluğudur. Qədimdə burada Şahnabad dərəsində hər il yarmarkalar keçirilmiş və karvanlar həmən zirvəyə baxaraq öz yollarını tapdığına görə bu zirvənin adı Bazardüzü adlandırılmışdır. Burada Zəfər zirvəsinin adı qeyd olunub. Baxın, Zəfər zirvəsi Qusar rayonunun ərazisində yerləşir və hündürlüyü 4301 metrdir. Burada Bazardüzü zirvəsi, Böyük Qafqaz dağlarının silsilələri və zirvələri verilib. Əsasən iki silsilədən ibarətdir. Baş Qafqaz silsiləsi və yan silsilə. Yan silsilənin 2 dənə hündür zirvəsi var. Şahdağ zirvəsi 4243 metr, digər isə Yarıdağdır 4116 metr. Yerdə qalan zirvələr əsasən Baş Qafqaz silsiləsində yerləşir. Ən hündürü 4466 metr Bazardüzü zirvəsi. İkinci yerdə gəlir Zəfər 4301. Şahdağ, Yarıdağı qeyd etdik. 4243 Şahdağ, 4116 Yarıdağ. Tufandağ 4191 metr Baş Qafqaz silsiləsində yerləşir, Qəbələ rayonu ərazisində. Bazaryurt 4126, Çingiz Mustafayev 4063, Raqdan 4020. Bunlar 4000 metrdən yüksək zirvələrdir Azərbaycan ərazisində. Daha sonra gəlir Heydər zirvəsi 3755, Babadağ 3629, Salavat aşırımı 2915, Dübrar 2205 metr. Bunlar Böyük Qafqaz dağlarının hündür zirvələridir. Kiçik Qafqaz dağları Böyük Qafqaza nisbətən daha az parçalanmışdır və Kiçik Qafqaz dağlarının əhatə etdiyi silsilələr var burada. Şahdağ silsiləsi, Murovdağ, Şərqi Göyçə, Qarabağ dağları, Qarabağ vulkanik yaylası, həmçinin Naxçıvan ərazisində Zəngəzur və Dərəliyəz silsilələrindən ibarətdir. Kiçik Qafqaz dağlarının ən hündür zirvəsi Zəngəzur silsiləsində yerləşən Qapıcıq zirvəsidir. Araz çayının sol sahilində yüksəkliyi 600 metrdən artıq olan arazmaili düzənliklərdə yerləşir. Baxın, burada verilən ardıcıllıq qərbdən şərqə doğru olan ardıcıllıqdır. Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yayçı, Ordubad. Bunlar Türkiyə sərhəddindən Ermənistan sərhəddinə qədər uzanan ardıcıllıqdır. Yəni qərbdən şərqə doğru. Onların yerlərinə gəlin burada xəritədə baxaq. İlk növbədə baxaq Kiçik Qafqaz dağlarının silsilələrinə. Baxın, burada Şahdağ silsiləsi verib. Ən hündür zirvəsi Qocadağ 3316. Sonra gəlir Şərqi Göyçə silsiləsi. Kətidağda ən hündür zirvəsi 3399. Qarabağ vulkanik yaylası ən hündür zirvəsi Dəlidağdır 3616 metr. Sonra burada Zəngəzur silsiləsi var. Ən hündür zirvəsi Qapıcıqdır 3904. Dərəliyəz silsiləsi ən hündür zirvəsi Küküdağdır 3120 metr. Zəngəzurun ən hündür nöqtəsi olan Qapıcıq həmçinin Kiçik Qafqaz dağlarının da ən hündür zirvəsidir. Burada 2 dənə silsilə var. Bir Murovdağ silsiləsi, ən hündür zirvəsi 3724 Kamışdağ. Digəri isə Qarabağ dağları silsiləsidir. Qarabağ silsiləsi də deyirlər. Ən hündür zirvəsi 2725 Böyükkirs zirvəsi. Murovdağla Qarabağ silsiləsi Azərbaycan-Ermənistan sərhədində yerləşmir. Bu iki silsilə Azərbaycanın ərazisi daxilində yerləşir. Bunlar biz sərhəd silsilələri demərik. Burada digər anlayış Naxçıvan ərazisində olan, bayaq da qeyd etdik, düzlərdir. Baxın, ilk yerdə gəlir Sədərək düzü, sonra Şərur, sonra Şərurla Naxçıvanın ortasında Böyükdüz var, sonra gəlir Naxçıvan, Gülüstan, ortada bir dənə Yayçı var, ən şərqdə isə Ordubad düzüdür. Bunlar Naxçıvanın arazboyu düzənlikləri sayılır. Təkrar edirəm, Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yayçı, Ordubad. Bu düzənliklər Naxçıvanın arazboyu düzənlikləri sayılır. Talış dağları Respublikamızın cənub-şərq qurtaracağında yerləşir. Bu dağ sistemi paralel uzalan Talış, Peştəsər və Buravar silsilələrindən ibarətdir. Ən uca zirvələri Talış silsiləsində yerləşir. Kömürgöy 2493, Qızyurdu 2433 metr. Dağlar tədricən Xəzər sahilinə doğru ensiz Lənkəran ovalığına keçir. Burada Talış dağlarının yerinə gəlin baxaq.
bir-birinə paralel uzanan Talış, sonra Peştəsər, sonra Buravar silsilələri yerləşir və ən hündür zirvələrdə Talış silsiləsindədir. Kömürgöy 2493, baxın burada qeyd olunur. Kömürgöy zirvəsi 2493, Qız yurdu 2433 metr və Xəzər sahilinə doğru da Lənkəran ovalığı yerləşir. Burada Küraraz ovalığı haqqında məlumat var. İlk əvvəl gəlin burada Kiçik Qafqazın zirvələrinə baxaq. Baxın, Kiçik Qafqaz dağlarının bunlar silsilələrdir. Zəngəzur, Murovdağ, Qarabağ vulkanik yaylası, Qarabağ sıra dağları və Dərəliyaz silsilələri. Burada Şah dağla Şərqi Göyçənin adı qeyd olunmayıb. Şah dağı da və Şərqi Göyçəni də yuxarıda qeyd etmişdim. Şah dağın 3316 Qoca dağda ən hündür zirvəsi. Şərqi Göyçənin ən hündür zirvəsi Kəti dağdır, 3399 metr. Baxın, burada Qapıcığın adı qeyd olunub, 3904 metr, Zəngəzur sıra dağlarında yerləşir. Ondan sonra ən hündür zirvə Qazangöl dağdır, 3829 metr. Sonra Biçənək aşırımı qeyd olunub, burada 2346 metr. Murovdağ sıra dağlarının ən hündür zirvəsi Camış dağdır, 3724. Bunlardan başqa Hinal dağ var, 3367, Ömər aşırımı 3261 metr. Kəpəz zirvəsi 3066 metr. Qarabağ vulkanik yaylasının ən hündür zirvəsi Dəli dağdır, 3616 metr. Böyük Kirs zirvəsi Qarabağ sıra dağlarının ən hündür zirvəsidir, 2725 metr. Dərəliyaz silsiləsinin ən hündür zirvəsi 3120 metr. Küküdağ zirvəsidir. Küraraz ovalığı Mərkəz Aranda adlanır bu. Böyük və Kiçik Qafqaz dağları arasında yerləşir. Kür çökəkliyinin xeyli hissəsini əhatə edir və qərbdən şərqə doğru tədricən genişlənərək Xəzər sahillərinə qədər uzanır. Ovalığın ərazisinin xeyli hissəsi okean səviyyəsindən aşağıda yerləşir. Xəritə üzərində gəlin baxaq Küraraz ovalığına. Gördüyünüz kimi həqiqətən də baxın, qərbdən şərqə doğru Küraraz ovalığının sahəsi genişlənir. Burada tünd yaşıl rənglə verilən baxın bu ərazilər okean səviyyəsindən aşağıda olan hissələridir Küraraz ovalığının. Xəzər sahillərinə doğru getdikcə mütləq hündürlük azalır. Verilmiş düzənliklərin mütləq hündürlüyünün artması ardıcıllığı düzmək tələb olunsa, Xəzər sahillərindən qərbə doğru gedilməlidir. Yəni, şərqdə olanın mütləq hündürlüyü daha aşağıdır, qərbdə olanın daha yuxarıdır. Və sıralamada ən sonda Naxçıvan düzləri yazılmalıdır. Çünki Naxçıvan düzləri Azərbaycanda mütləq hündürlüyü ən yüksək olan düzənliklərdir. Onlarda mütləq hündürlük 600 metrdən başlayır. Burada Böyük Qafqazın şimal-şərqində yerləşir Samurdəvəçi ovalığı, Şolları düzü, Qusar-Mali düzənliyi, yan silsilə. Böyük Qafqazdan cənubda Qanıq-Əyriçay ovalığı, Acınohor düzü, Niyaldağ silsiləsi, Qovdağ silsiləsi, Qaş yaylası. Böyük Qafqazın cənub-şərqində Yaşma düzü, Ələt dirəsi, Güzdə yaylası, Qobustan-Abşeron, Ləngəbiz silsilələri. Kürün sol sahilində yerləşən düzənliklərə baxaq. Şirvan düzü, cənub-şərqi Şirvan düzü. Buna biz Ceyrançöl düzünü də aid edə bilərik. Kürün sağ sahilində yerləşən düzənliklər Gəncəqazaq, Qarabağ, Mil, Muğan, Səlyan düzü və Qarayazı düzləridir. Arazın sol sahilindəki Naxçıvan düzləridir. Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yayçı, Ordubad. Sonra Azərbaycanın əsas hissəsində Gəyən, İncə, Hərami və Mil düzləridir. Arazın sağ sahilində Muğan düzü yerləşir. Burada bütövlükdə və ya bir hissəsi okean səviyyəsindən aşağıda yerləşən düzənliklər verilib. Mil düzü, Muğan düzü, Şirvan düzü, cənub-şərqi Şirvan düzü, Şollar düzü, Samurdəvəçi ovalığı, Yaşma düzü, Lənkəran ovalığı. Gəlin onlara xəritə üzərində baxaq. İlk əvvəl gəlin baxaq. Arazın Kürün sol sahilində olan düzənliklər Ceyrançöl düzü, Şirvan düzü, cənub-şərqi Şirvan düzü. Bunlar Kür çayının sol sahilində yerləşirlər. Kürün sağında yerləşən düzənliklərə baxsaq, Gəncəqazaq düzü, burada Qarayazı düzü var, baxın burada. Qarabağ düzü, Mil düzü, Muğan düzü və Səlyan düzü. Bu düzlər Kür çayının sağında yerləşən düzənliklərdir. Baxaq Arazın solunda yerləşən düzənliklərə. Naxçıvan düzləri, yenə qeyd edirəm, Sədərək, Şərur,
Burada ortada böyük düz var. Naxçıvan, Gülüstan, Yayçı, Ordubad düzləri. Sonra Gəyən, İncə, Hərami düzləri. Sonra gəlir Mil düzü. Bunlar Arazın solunda yerləşən düzənliklərdir. Arazın sağında yerləşən Muğan düzü həmçinin Kürün də sağında yerləşir. Yəni Kür və Arazın hər ikisinin sağında yerləşən düzənlik Muğan düzüdür. Kürün və Arazın ortasında yerləşən düzənlik isə hər ikisinin ortasında yerləşən Mil düzüdür. Burada cədvəldə baxın. Xəzər dənizinin sahilləri -27 metr hündürlük verilib, ərazilərin hündürlük fərqi verilib. Videonu saxlayıb baxa bilərsiniz. Qusar maili düzənliyi 400 metr, yan silsilə 4243, Bazar düzü 4466, Qanıqəyri-Çay vadisi 400 metr, Acınohor 300 metr, Şirvan düzü 200 metr, Kür çayı burada yanlış verilib. Kürün Xəzərə töküldüyü yer -27 metr çökəklikdə yerləşir. Burada belə bir çevrə var. Burada diaqramda baxın, Rusiya ilə sərhəddə yerləşən dağ və düzənliklər qeyd olunub. Yuxarıda qeyd etmişdik biz bunları. Videonu saxlayıb yenidən baxa bilərsiniz. Burada respublikamızın relyefinin mütləq hündürlüklərinin faizlə nisbəti var. Baxın, 0 metrə qədər, yəni okean səviyyəsindən aşağıda Azərbaycanın 18% ərazisi yerləşir. 0-200 metr arası Azərbaycanın 24% ərazisi yerləşir. 200-1000 metr arasında 31% ərazimiz yerləşir. 1000 metrdən yuxarıda cəmi 227% ərazimiz yerləşir. Bir şey də əlavə edim, 3000 metrdən yüksəkdə, 3000-dən yüksək Azərbaycanın ərazisinin cəmi 1% ərazisi yerləşir. Eksogen relyef formalarına gəlin baxaq. Baxın, Azərbaycanda iri relyef formaları endogen, nisbətən kiçik relyef formaları isə eksogen qüvvələrin təsiri ilə yaranır. Baxın, burada denudasiya və akkumulyasiya anlayışı var. Biz bunları artıq keçmişik. Suxurların dağılması və daşınması denudasiya adlanır. Həmən dağılıb daşınan suxurların çökək bir ərazidə toplanması isə akkumulyasiya adlanır. Biz bilirik ki, bütün yaylaları denudasyondur, bütün ovalıqlar akkumulyativdir. Baxın, burada da qeyd olunub, denudasiya yüksəklik, yayla və dağlıq, akkumulyasiya isə hamar düzənlik ərazilərdə baş verir. Sürüşmə hadisəsi xarici qüvvələrin təsiri ilə Azərbaycanda böyük və kiçik Böyük Qafqaz dağları və Talış dağlarında əsasən qeydə alınır. Birinci su keçirən qatdan suyun keçib birinci su keçirməyən qatın üzərində toplanması nəticəsində meyilli ərazilərdə torpaq sürüşməsi baş verir. Torpaq sürüşməsinin baş verməsi üçün mütləq şəkildə çökmə mənşəli suxurlar olmalıdır. Məsələn, Azərbaycanda əsasən Böyük Qafqaz dağlarında və Kiçik Qafqaz dağlarında olur. Niyə? Çünki bu ərazilər çökmə mənşəli suxurlarla örtülüdür əsasən. Kiçik Qafqaz dağlarında sürüşmə hadisəsi çox az baş verir. Çünki Kiçik Qafqaz dağları maqmatik suxurlardan təşkil olunub. Və sürüşmənin də gür yağışlar və qarların əriməsi nəticəsində baş verir. Baxın, burada ağırlıq qüvvəsinin təsiri ilə su keçirən suxur layı, su keçirməyən suxurların islanmış səthinin üzəri ilə aşağı sürüşür. Bu hadisə yüksək dağların daha çox meyilliyə malik olan yamaclarında tez-tez baş verir. Yəni, hamar ərazilərdə sürüşmə hadisəsi baş vermir. Meyilli ərazi mütləq olmalıdır. Əkin sahələrinə, yaşayış məntəqələrinə, yollara böyük ziyan vurur. Onun qarşısını almaq üçün yamaç bərkitmə işləri, terraslaşdırma işləri aparılır. Drenajlar vasitəsilə həmən ərazidə toplanmış sular, yeraltı sular başqa bir əraziyə axıdılır. Çılpaq yamaclardan meşə və kolluqlar salınır. Burada arid denudasyon relyef formaları var. Yarğan, qobu və bentletlər buna misal ola bilər. Quraq iqlimə malik olan ərazilərdə müvəqqəti axınların təsiri ilə yaranan relyef formaları adlanır bunlar. Azərbaycanda əsasən Ceyrançöl, Acınohor alçaq dağlığında, Abşeron, Qobustanda və Naxçıvanın orta dağlıq ərazilərində arid denudasyon relyef formaları formalaşır. Yarğan, qobu, bentlet dediyim kimi bunlara misaldır. Yarğan nədir? Baxın, burada yarğanın aşağıda şəkli verilib.
Baxın bu hissədə yarğan müvəqqəti axınların, leysan yağışları və qar sularının suxurların yuması nəticəsində yaranan quru dərələrdir. Yəni gür yağış yağarkən o özünə həmin yağış suları axmaq üçün bir müvəqqəti çay dərəsi formalaşdırır. Yağış dayandıqdan sonra su da çəkilir bu dərədən və burada boşluq yaranır. Buna deyirlər yarğan. Həmən yarğan sonradan üzəri kol və ot bitkiləri ilə örtülərsə bu adlanır qobu. Qobu yarğanın, baxın burada qeyd olunub, inkişafının son mərhələsində yaranan və dibi kol və ot bitkiləri ilə örtülən dərin dərələrdir. Bedlentlər pis torpaq mənasına gəlir. Səhra və yarım səhra zonalarında yerli torpaqların külək və axarsular tərəfindən eroziyası nəticəsində yaranan əkinə yararsız ərazilərdir. Nival buzlaq relyef formaları, yəni eksorasiya adlanır bu buzlaqların dağıdıcı fəaliyyəti. Azərbaycanda nival buzlaq relyef formaları troq dərələr, karlar, morenlər, siklər, Böyük və Kiçik Qafqaz dağlarının yüksək zirvələrində baş verir. Azərbaycanda Talış dağlarında nival buzlaq relyef formalarına rast gəlinmir. Prolivial düzənliklər müvəqqəti axınların gətirdiyi, yəni bura yenə yağış və qar sularının, leysan yağışların nəticəsində sel hadisəsi baş verərkən suxurların gətirilib toplanması nəticəsində, çökdürülməsi nəticəsində yaranan düzənliklərdir. Prolivial düzənliklər. Baxın burada qeyd olunub. Daha sonra aşağıya getsək, baxarıq burada eroziya hadisəsi, eroziya çayların, axarsuların parçalanması nəticəsində yaranan relyef formasıdır. Eroziya çaylarda iki cür olur, yan eroziya və dib eroziya. Əsasən dağ çaylarında dib eroziya baş verir, çünki dağ çaylarının axım sürəti güclü olur və bəzən kanyonvari dərələr yaradır bu çaylar. Azərbaycanda V şəkilli və kanyonvari çay dərələri əsasən Böyük Qafqazın şimal-şərq yamaclarında olur, çünki bu çaylar iti axım sürətinə malikdir. Dərin olur. Bu çaylar kanyonvari dərələr adlanır və dağ çayları bayaq da qeyd etdiyim kimi V şəkilli çay dərələri yaradır. Böyük və Kiçik Qafqaz dağlarında, həmçinin Naxçıvanın yüksək dağ zonalarında belə dərələrə rast gəlinir. Düzən ərazilərdə isə çaylar zəif axım sürətinə malikdir. Az meyilli ərazilərdə bu sürət daha yavaşdır və U şəkilli çay dərələri formalaşır. Burada da baxın V şəkilli çay dərəsinin sxemi verilib. Baxın burada dağ çaydır. ABC şəkillərində A kanyonvari çay dərəsidir. Gördüyünüz kimi çay öz yatağını dərinə doğru inkişaf etdirib. B V şəkilli çay dərəsidir. C isə U şəkilli çay dərəsinə oxşuyur. Düzən çayları dediyim kimi U şəkilli çay dərələri formalaşdırır. Baxın burada ölkəmizin bütün düzənlikləri akkumulyativ relyef formalarına malikdir. Dağətəyi düzənliklər xüsusilə Qanğayel çay çökəkliyində, Şirvan düzündə, Gəncəqazaq və Qarabağ düzlərində çayların yaratdığı yelpikvari gətirmə konusları formalaşır. Aşağıda baxın burada həmən yelpikvari gətirmə konuslarının şəkli qeyd olunub. Yelpikvari gətirmə konusları, baxın, dağ çayları dar dərələrlə gələrkən özləri ilə suxur gətirir. Dağlar düzənliklərə keçərkən həmən suxurlar birdən-birə başlayır yayılmağa və bu zaman yelpikvari gətirmə konusları formalaşır. Dağ ərazilərin, dağların düzənliyə keçən hissələrində yelpikvari gətirmə konusları daha çox yayılır. Burada bir digər eksogen mənşəli relyef formalarına biz abrazyon düzənlikləri misal çəkə bilərik. Abrazyon düzənliklər dəniz dalğalarının yaratdığı relyef formalarıdır. Əsasən Xəzər sahillərində bu düzənliklər daha çox yayılır. Samurdəvəçi ovalığı, Şolları düzü, bundan başqa Qobustan Abşeron yarımadasında, həmçinin cənub-şərqi Şirvan düzü, Lənkəran ovalığında, yəni əsasən Xəzər dənizinin sahillərində abrazyon düzənlikləri formalaşır. Bir digər eksogen mənşəli relyef forması karst mağaralarıdır. Biz karst proseslərini artıq bilirik. Suda rahat həll olan suxurların, əhəng daşı, gips, dolomit kimi bu suxurların suda həll olması nəticəsində yerin altında yaranır boşluqlar. Buna deyirlər karst prosesi. Azərbaycanın ən məşhur mağarası olan Azıq mağarası da karst mağaralarına misal ola bilər.
Bundan başqa antropogen relyef formalarına burada misal çəkə bilərik. Yəni insanların yaratdığı kanallar, kollektorlar və drenajlar, su anbarları, bəndlər, yollar bunlar antropogen relyef formaları adlanır.